Elmira Axundovanın oğlunun cinayəti ilə bağlı Bəli. bir qadının öldürülməsi, nə bilim, Lotkada Bəli. güya ki, qayıqda arası gediblər, əyləniblər, dincəliblər, sonra qadının öldürülməsi ilə bağlı məhkəmədə faktiki olaraq bütün faktlar ortaya çıxdı. Bəli. Ramiz Mehdiyevin bir zəngi ilə O iş dayandı. valı dəyişdilər, onu oradan çıxartdılar. Bunu bütün Azərbaycan bilir. Bax, indi məsələ Ondan sonra ondadır nə ki... bilim, bir 8 milyonluq qalmaqal. Yəni Elmira Axundova o insandır ki, əziz seyircilər, telefon qapırdı, başlayırdı ki, redaksiyalara zəng eləyir ki, Ramiz Mehdiyev şəxsən özü mənim mükafatımı təqdim eləyib. Bu haqda xəbər yazın. Bax, bu Elmira Axundova həmin adamdır. İndi peyda olub, deyir ki, mənim Ramiz Mehdiyevdən xəbərim yoxdur. Vallahi adam az qalır, belə əli üzündə qalır ki, bu insanlar həqiqətən fikirləşirlər ki, bu ölkədə geri zəkalılar yaşayır, bu ölkədəki insanlar çörəyi qulağına yeyir, ya bu ölkədəki insanlar hamısı ümumiyyətlə anlaqsız vəziyyətdədir. Bu ölkədəki insanlar hər şeyi dəftərin bir qırağına yazıblar. Hər şeyi. Nə eləmisiniz, nə zaman eləmisiniz, necə eləmisiniz? Hələ burada danışılmayan nə qədər mövzular var sizin adınızdan Ramiz Mehdiyevdən hallanması haqqında. Hələ nələr var, hələ biz bunları danışmırıq.